Qazaxda 18 yaşlı gənc vanna otağı dəm qazından boğulub. Hadisə Qazax rayonunun Daşsalahlı kəndində qeydə alınıb. Belə ki, valideynləri evdə olmayan 18 yaşlı Avgül Elməddin qızı Quliyeva hamamda çimərkən dəm qazından boğulub. Qonşu Babək Əhmədov bildirir ki, ata Elməddin Gürcüstanda işlədiyindən ona zəng edərək qızı Aygülün telefonlara cavab vermədiyini, ondan narahat qaldığını deyib və evə baxış keçirməyi xahiş edib. O isə qızın halsız şəkildə vanna otağında yerə uzandığını görüb. Babək tibbi yardım göstərmək istəsə də nəticəsi olmayıb. İşdən gəlmişdim. Axşam işdən gəldim. Atası zəng elədi qızım ki, qızım hamamda qalıb çıxa bilmir. Tez qaçıb gəldim. Qardaşımdan soruşdum, qardaşlar uşaqdır beləcə. Bacımdan dedi, bu hamamda qalıb. Dinşədim, gördüm, səs gəlmir. Hamamın qapısını qırdım, xilas eləmək istədim, xilas eləyə bilmədim. Bu dər. Keçirmişdi, ağzından köpük gəlmişdi. Yardım elədim, masaj elədim, ürək masajı, nəfəs verdim. İhtimal olmaz, heç bir ihtimal olmuyor. Ailə üzvlərindən ata Gürcüstanda, ana isə Bakıda olduğundan evdə Avgül və az yaşlı qardaşı olub. Qeyd edək ki, 11-ci sinifdə oxuyan Avgül Quliyevanın bir müddət əvvəl nişan mərasimi olmuşdu. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. Mərhumun yaxınları Rusiyadan gəldiyindən meyit 31 mart tarixində kənd məzarlığında dəfn olunacaq. Kamran Əskiparalı, Rəvan Məmmədli, bugün informasiya proqramı üçün.